Deməli, tangents alfa çıxılsın 45 dərəcə 3 olduğunu verib və bizdən tangents 2 alfanı soruşur. Biz öncə yuxarıdakı ifadəni toplama düsturuna görə bu şəkildə yaza bilərik. Tangents alfa çıxılsın tangents 45 dərəcə bölünsün 1 üstə gəlinsin tangents alfa tangents 45 dərəcə bərabərdir 3 olmuş olur. Tangents 45 dərəcə qiyməti 1 olduğu üçün yerinə yazsam alıram tangents alfa çıxılsın 1 bölünsün 1 üstə gəlsin tangents alfa bərabərdir 3 və çapraz vursam tənasüb qaydası ilə tangents alfa minus 1 bərabər olur 3 plus 3 tangents alfa və buradan da 2 tangents alfanın mənfi 4-ə bərabər olduğunu, tangents alfanın isə mənfi 2 olduğunu alıram. Və bizdən bu tangents 2 alfanı soruşduğu üçün biz bilirik ki, tangents 2 alfa düstur olaraq tangents 2 alfa bərabərdir 2 tangents alfa bölünsün 1 minus tangents kvadratı alfaya bərabərdir. Və o zaman tangents alfanın yerinə mənfi 2 qoysam 2 vurulsun mənfi 2 1 çıxılsın 4 almış oluram və sadələşdirsəm mənfi 4 bölünsün mənfi 3 o da bərabər olmuş olur 3 də 4-ə. Deməli doğru cavab 3 də 4 olmuş olur.